Ötən həftə Quba rayon mərkəzi xəstəxanasında aparılan maliyyə yoxlaması zamanı külli miqdarda maliyyə pozuntuları aşkar edilmişdi. İcbari Tibbi Sığorta Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarə Etmə Birliyi tərəfindən həyata keçirilən yoxlamalar zamanı xəstəxananın maliyyə şöbəsində bir sıra uyğunsuz maliyyə əməliyyatlarının icra edilməsi faktı müəyyənləşmişdi. Yoxlamalar hələ tam yekunlaşmamış. Xəstəxananın publik hüquqi şəxsi Əliyar Sərvərov maliyyə şöbəsinin baş mühasibi Babayev Yaşan Babaoğlunu Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən tutduğu vəzifədən azad etdi. Nə qədər ikonik səslənib görünsə də təxmini məbləği 500.000 manata yaxın olan bu qədər vəhamətli vəsaitin yoxa çıxması qarşılığında direktorun sadəcə baş mühasibi işdən azad etməsi sanki özünü rəhbəri olduğu müəssisədə baş verən bu əməlin məsuliyyətindən və iştirakçılığından azad etməsi və yaxa qurtarması illüziyasına bürüməyə çalışır. Baş mühasib aylarla 100-ə yaxın irili xırdalı maliyyə əməliyyatlarını icra edib, yarım milyona yaxın vəsaitlə ürəyi istədiyi kimi davranıb, amma bütün bunlardan Əliyar Sərvərovun xəbəri olmayıb. Faktla əlaqədar olaraq aidiyyatı üzrə hüquq mühafizə orqanlarına belə müraciət ünvanlamaq lüzumu görmədən direktor Əliyar Sərvərov baş mühasibi maliyyə yoxlamaları belə yekunlaşmamış işdən azad edir. Əldə etdiyimiz məlumatlara əsasən aşkarlanan maliyyə pozuntusu təxminən 497.000 manat vəsaiti əhatə edir. İddia edilir ki, bu vəsait məqsədli şəkildə nəqdləşdirilərək bankların Qubada yerləşən filiallarına depozit olaraq qoyulub. Bu barədə əlimizdə hər hansı bir dəlil olmasa da səsləndirilən digər bir iddiaya əsasən bu vəsaitin bir hissəsi kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan firmalara sələm olaraq verilib. Xəstəxananın maliyyə hesabları Beynəlxalq Bankda olduğu üçün mövzu ilə əlaqədar olaraq Beynəlxalq Bankın Quba filialının direktoru Ramil Əliyevlə əlaqə saxladıq. Ona mövzu barədə məlumat verib, bu əməliyyatlar barədə öncədən məlumatlı olub-olmadığını, həmçinin sözü gedən bu vəsaitin aidiyyatı üzrə sərf edilməməsinin diqqətini çəkib-çəkmədiyi sualını ünvanladıq. Şifahi sorğumuza cavab verən bankın direktoru Ramil Əliyev suallarımıza yalnız rəsmi informasiya sorğusundan sonra bankın mətbuat xidməti tərəfindən cavablandırıla biləcəyini bildirdi. Qeyd edək ki, hazırda Maliyyə Nazirliyi tərəfindən Quba rayon mərkəzi xəstəxanasında kompleks maliyyə yoxlaması həyata keçirilir.